neçə illik ailə həyatının suallarına toxuna bilmisiniz? Yəni 30 ilinmi, 40 ilinmi, yoxsa 20 ilinmi? Evlənməmiş, nişanlı olan, yeni evlənən, 50 il evli olan, hətta evli olub boşanan bütün hər kəsə şamil edilir. Aydındır. Nizami bəy, bu 21 mərhələdə biraz aça bilərsiniz izləyicilərimiz üçün. Məsələn, indi kitabı alanlar oxuyacaq o heç. Spoiler verməyəcəm. Amma çox az da, yəni məsəl siz özünüz belə yazanda sizi belə təsirləndirən, toxunan hansı mərhələlər var idi? Orada əlbəttə ki, ilk növbədə sevgi ilə anlayışın həm birləşməsi, həm də toqquşması mərhələsi olduqca önəmli mərhələdir. Daha sonra ailələrdə maliyyə mövzuları, yəni ümumi büdcə, gələcəyin planlaşdırılması, ailədə şəxsi sərhədlər bölməsi misal üçün olduqca önəmlidir. Biz Azərbaycanlılarda bilirsiniz də, o sevəndə ya toksikləşirik sanki, ya da bir qəribə hallar alırıq. Yəni orada daha sağlam bir anlayışların, baxışların formalaşmasına təsir edəcək bölmələr mənim üçün olduqca önəmli idi. Misal üçün biz maddi vəziyyəti deyirik. Maddi vəziyyət necə ailə həyatı qurdunsa, sənin pulun, mənim pulum, mənim pulum, sənin pulun deyil. Elə olmağına elədir. Amma deyək ki, mən qazanıram, belə deyək, sizsə az qazanırsınız ya da heç qazanmırsınız. Mən öz qazandığım heç o qədər xərcləmədiyim halda siz məndən çox qazanırmış kimi mənim ortaya qoyduğum pulları xərcləyəndə təbii ki, orada narazılıq yaranacaqdır. Əvvəl-axır mən tərəfdən və yaxud da qadın tərəfdən narazılıq yaranacaqdır. Yəni bu həm bu baxımdan sağlamlaşdırmaq, bugünkü çünki gənclərimizin çoxu daha çox qadınlara aiddir bu sözüm, amma bəylərimiz də var təbii ki, olduqca bədxərcdir. Yəni ayağını atalarımızın 1000 il əvvəl dediyi yorğanına görə uzatmağı çox insan bacarmır. Yəni adam evlənir, birinin maaşı 800-dür, o birinin maaşı 500-dür, 1300 manat edir. Evlilikdən əvvəl kreditə girir, 8000 manatlıq gəlib Antalyada istirahət edir. O işlədiyim minlərlə ailədən, yəni belə deyək, reallıqdan gördüyüm misallardır, real misallardır. 8000 kreditə girib gəlib Antalyada istirahət edir və gəlib 2 il ac qalmaqla məşğuldurlar. Mən bunlara göz açmağı hədəfləmişəm ki, ayağınızı yorğanına görə uzadın. Yəni baxın görün nə edirsiniz. Reallığı baxmağı göstərirsən onda belə deyirsən. Tamamilə doğrudur, bəli. Tam olaraq. Bəli. Yəni təkcə belə deyək də, sənin pulun, mənim pulum söhbəti deyil. Yəni orada həmçinin büdcəni formalaşdırmaq məntiqi və həmçinin Azərbaycan cəmiyyətində rast gəldiyimiz hallar, bəzi hallarda kişilər qadınları sındırmaq üçün özündən maddi asılı vəziyyətə gətirir. Düzdür, bəzən bu o xoş asılılıq nə mənada kişi yoldaşının bütün istək və ehtiyaclarını, yəni ən vacib ehtiyaclarını rahatlıqla ödəyir. Yəni o maddiyyatın qabağını kəsmir. Amma elə ailələr var ki, orada pul inanın milyonlarlandır. Mən buna dəfələrlə şahid olmuşam, işləmişəm. Amma qadın dilənçi vəziyyətinə gətirilir. Qadın mənən və psixoloji cəhətdən sındırmaq üçün kişi məcbur edir ki, qadın 100 manatı belə yoldaşından, yəni utana-utana, ağlaya-ağlaya dalaşa-dalaşa alır. Bunlara da göz açmaq üçün. Çox maraqlı bir mövzuya toxundunuz. Əslində bu mənim özümün də yaralı yerimdir. Məsələn, mən həyat yoldaşımdan pul istəyə bilmirəm. Bu nə ilə bağlı ola bilər? Bu uşaqlıqla bağlıdır, yoxsa həyat yoldaşımla bağlıdır? Bu ilk növbədə özünüzdə sorğulamalısınız, həyat yoldaşınıza toxunmayaq, belə deyək, adam rahat oturduğu yerdə narahat etməyək. Hər kəs problemin kökünü birinci özündə axtarsa yaxşıdır. Amma daha sonra ola bilsin ki, onunla münasibətlərdə ya siz özünüzə nəyisə sığışdırmaq deyirlər də, qürurunuzda toxunur, yəni yanlış tərəfdən, yalandan da olsa qürurunuzda toxunur, ya bunu özünüzdə bir zəiflik, asılılıq kimi görürsünüz və s. İndi ola bilsin ki, o da şəraiti elə qura bilər ki, daha da yaxşı olsun aranızda bu söhbətlər və məsələlər. Nizami bəy, onda siz necə deyərsiniz? Evliliyin sirri nədir? Evliliyin sirri iki ya yetişmiş sağlam şəxsin bir araya gəlməsidir, ya da iki şəxsin bir araya gəlib qarşılarında məqsəd olaraq birlikdə böyüyüb inkişaf etməyi qoymaqdır. Qalan heç bir şey sağlam bir evlilik saymıram. Onda deyim ki, partnyorlardan biri mütəmadi inkişaf edirsə, digəri inkişaf etmirsə, yəni buna çox rastlaşırıq. Bəli. Onda nə olur? Onda bunu ən başdan baxmaq lazım idi. Onda da bugünkü kütləvi boşanmalar olur. Yəni biri o isti peçin üstündə yatır, digəri isə bütün gün dərdən qabıqdan çıxır ki, nəyəsə nail olsun. Bəzən bu kişiyə də aid edilir, bəzən qadına da. Yəni mən indi danışanda kitab da həmçinin elə yazılıb. Yəni kişilərə qarşı ya da qadınlara qarşı deyil. Yəni bu hər ikisində bəli rast gəlinir. Biri ya belə deyək də həyat eşqi sönmüş və yaxud da belə deyək heç bir fəaliyyəti olmayan insan olur. Digəri isə dərdən qabıqdan çıxaraq bir şeylərə nail olmağa çalışır və əvvəl-axır o bilirsiniz də qaldırmaq mümkün olmayanda digəri onu ayağından dartır aşağı. Dartır aşağı. İstərseniz o ayağı dartılanda fikirləşir ki, xeyr ola, yəni mənim ayağım niyə dartılsın?
Yəni Bəli.